İllərdir işləyirsən, təcrübən də var. Amma nə vəzifə dəyişir, nə də maaş. Eyni iş, eyni vəzifə. Özünə sual vermisənmi? Niyə? Bunun əsas 4 səbəbi var. 1. Sən hələ də sadəcə deyilənləri edirsən. Tapşırıq verirlər, edirsən. Amma liderlər təşəbbüs göstərən insanları fərqləndirir. Gözləyən yox, qabağa gedən seçilir. 2. Hələ də bəhanələr tapırsan. İndi ailəm var, övladım var, imkan yoxdur. Hazır deyiləm, sonra başlayaram. Amma sən də bilirsən ki, heç vaxt tam uyğun vaxt olmur. Kim başlayırsa, o da dəyişir. 3. Sənə söz deyəndə tez inciyirsən. Rəhbər irad deyəndə motivasiyan düşür. Kiməsə mükafat veriləndə daxildə küsürsən. Amma sən emosiyanı idarə edə bilmədikcə, uduzduqca fürsətlər səndən qaçır. 4. Rəhbərlə məsafə saxlayırsan. Düşünürsən ki, cəmaət deyər ki, yaltaqlanıram. Bu qorxu səni görünməz edir.